Zahir müəllim, qış mövsümündə xəstəliklərin yayılması yay ayları ilə müqayisədə niyə fərqlənir? Qış aylarında bəlli olduğu kimi ətraf mühitin temperaturası aşağı düşür. Əlbəttə ki, bir stres faktoru olaraq fərqlərə təsir edir. Heyvanlara, quşlara və s. Eyni zamanda əgər doğrudan da heyvandar mütəxəssislər, fermerlər, sahibkarlar, heyvandarlıq komplekslərində, fərdi heyvandarlıq təsərrüfatlarında baxımsız bir şəraitin yaranmasına zəmin yaradırsa, məsələn, heyvanlar yüksək qidarlıq dəyərinə malik olan yem norması yem payından təmin olunmur və heyvan saxlanan binalarda zoogenik tələbata cavab verən şərait təmin olunmur. Belə olan halda heyvanlarda orqanizmanın rezistentliyi düşür aşağı, xəstəliklərə meyillik artır. Mövcud olan, əlbəttə ki, makroorqanizmlərdə, heyvanlarda onların aidiyyatı olan dəri örtüyü və selik qişalarında mövcud olan xəstəlik törədiciləri aktivləşir. Çünki selik qişaların və dəri örtüyünün ümumiyyətlə orqanizmanın bioloji reaktivliyi, onun rezistentliyi zəiflədiyinə görə xəstəliklərə meyillik artır. Xüsusilə də respirator infeksiyalar, körpələrdə mədə-bağırsaq infeksiyaları, dəri və onun törəmələrinin xəstəlikləri və s. müxtəlif səbəblərdən bu dediyim amillər əsas verir ki, deyək ki, qış aylarında heyvanların infeksiyon xəstəliklərə həssaslığı yay aylarına müqayisədə daha yüksək olur.